Məncə büdcəni kim təyin eləyirsə, güc kimdədirsə, o da qalib gəlir. Deməli, ən effektiv model hansıdır? Daxili komandadan yoxsa agentliklə işləyəndə? Məncə hər ikisi çox önəmlidir. Niyə görə? Çünki daxili komanda ümumi vizyonu, ümumi missiyanı anlasa, markanın hara getdiyini, ancaq KPI-ları yox, amma fəlsəfəni anlasa, düzgün bir brief ötürə bilər agentliyə. Agentlik də öz tərəfindən daha kreativ yolunu tapıb, artıq onu icra edə bilər. Burada əsas məsələ yanaşmadır. Yanaşma deyəndə nəyə nəzərdə tuturam? Agentliyin müştəriyə və müştərinin agentliyə yanaşmasıdır. Dünyanın ən yaxşı agentliyi olsun. Əgər müştəri ilə aralarında bir sinerji yoxdursa, o çox bütün səylərə baxmayaraq, orada bir uğurlu partnyorluqdan söhbət gedə bilməz. Amma agentlik və müştəri çiyin-çiyinə işləyirsə, burada bir-birini yaxşı başa düşürsə, hədəflərə birlikdə addımlayırlarsa, o zaman orada bir uğurlu partnyorluqdan söhbət gedə bilər. Və mənim düşüncəmə görə agentlik hər yeni günə sıfırdan başlayır. Çünki agentliyin gördüyü hər bir uğurlu iş səhəri gün unudulur və agentlik özünü daim sübut etmək məcburiyyətindədir. Amma daxili komandalar düşünürəm ki, müəyyən bir konfor zona yaranır. O konfor zonadan insanları çıxartmaq, onları motivasiya eləmək çətin olur. İstənilən halda daxili komanda və agentlik arasında mən seçim arasında qalsam, mütləq agentliyi seçərəm. Çünki agentlik dediyim kimi hər yeni günə sıfırdan başlayır.